Üzəri xırçıltılı, nazik xəmirli, bol içlikli pirajki hazırladım və həmən o ideal pirajki reseptini sizinlə də paylaşıram. Hazırlanması da çox rahatdır. İlkin olaraq bir qaba süd, su, duz, şəkər tozu və maya əlavə edib qarışdırdım. Maya aktivləşəndən sonra üzərinə bir ədəd yumurta və hissə isə unu əlavə etdim. Ən sonda üzərinə duru yağ əlavə edib ələ yapışan xəmir yoğurdum. Onu da qeyd edim ki, mən doymaq unlarından istifadə etdim. Xəmiri təxmini 30 dəqiqə gözlətdim. O vaxta qədər isə pirajkinin içliyini hazırladım. Bu dəfə yalnız kartofdan istifadə etdim. Pirajkinin yanına ən çox yaraşan həmən o dadlı sousu da hazırladım. Bunun üçün blender qabına çəkilmiş pomidor, tomat pastası, cəfəri, şüyüd, qırmızı soğan və su əlavə edib qarışdırdım. Və budur, ən dadlı sousumuz hazırdır. Xəmir gəldikdən sonra əllərimi və dəzgahı yağlayıb xəmiri kündələrə ayırdım. Arasına içlikdən qoyub uzun forma verib bol duru yağda hər iki tərəfini qızartdım. Həmən o hazırladığım sousla dadlıdır. Mütləq hazırlayın. Sizə nuş olsun, mənə də xoş olsun.